Hər vaxtınız xeyir olsun, əziz bizi izləyənlər, sazımızın, sözümüzün zəvvarları, xiridarları. 5 ildir ki, Qazaxın qədim qayım İncə dərəsindən boy götürüb boylanan və bizim 72 saz havacatlarımızın birinin adını daşıyan İncəgülü Saz Söz Şöləninin bu ilki 5-ci sayına gözəlləşən doğma Qazağımız ev sahibliyi etdi. Və ona görə də elə Qazağımızın bu girişindən bütün gözəllikləri sərgiləmək məqsədi ilə elə buradan başlayaraq sizə yetirəcəyimiz ən gözəl məqamları bu proqramımıza aid edib hər kəsi bizi izləməyə dəvət edirik. Qazax Azərbaycanın ünlü mədəniyyət mərkəzlərindən biri olub, qədim qayım diyarlardan dağları, dərələri, Keyvir kimi bulaqları, Kür qıranı, Nəcəb Seyrəngahı, Yaşılbaş sonaların yurdu, göylərə baş çəkən Göyəzən dağının simvolu, Dədə Ədalətin sazının səsində güllənən, böyük sənət oğlunun sözündə, şeirində bəllənən diyar. Bura Qazaxdır. Bura Qazaxdır oğlum. Gözünü aç, bu el obaya yaxşı bax. Damcılısında durul dəli kürə qarış ax. Ərlər, ərənlər yurdu olub bu ulu torpaq. Hər kaha, hər mağara, sirli azıqdır oğlum. Bax bura, Qazaxdır oğlum. İlk Azərbaycanlı təyyarəçi, hərbi pilot Fərix Ağa Qayıbovun şərəfinə ucaldılan təyyarə abidəsidir. Bir neçə il öncə yerləşdiyi məkandan Qazax rayon icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun təşəbbüsü ilə bu təyyarə abidəsi doğma Qazağımızın girişinə gətirildi, abadlaşdırıldı və buradan Azərbaycan məmləkətinin qərb qapısı olan Qazaxın girişindən bax bu təyyarə abidəsi ucalmaqdadır. Fərux Ağa Qayıbov ilk təyyarəçi olaraq 1916-cı ildə, yəni Birinci Dünya Müharibəsi ərəfəsində Qərb cəbhəsinin qərargahın əmri ilə Almanların bir neçə mövqələrini bombardıman etmiş, 3 qırıcı təyyarəsini məhv etmiş və özü də döyüşdə həlak olmuşdur. Hətta Fərux Ağa Qayıbovu düşmanlar özü belə qəhrəman adına layiq görmüşlər. Bax bu abidənin gündüz bir gözəlliyi varsa, axşamlar bir başqa gözəlliyi var və bu gözəllikləri bizim doğma Qazağımıza yaraşdıran, abadlaşdıran cənab başçımıza elə məqamıdır ki, bir təşəkkür borcumuzu çatdıraq ki, bu cürə gözəllikləri qərb qapısı olan Qazağımıza yaraşdırıb.
Burada Kür qırağının əcəbdir seyrangahı, sahilində mat qoyubdu müdürklər Nadir şahı. Əlağa Şıqlınski, dünyanın top Allahı, düşmanın başı üstə şimşək tək çaxdı oğlum. Bura Qazaxdır oğlum, bura Qazaxdır oğlum. Bəli, bax bura Qazaxdır oğlum. Qədim insan abidələrinin mövcud olduğu yer, tarixi qalalar, körpülər, qoruqlar, gimnaziyaların, elm ocaqlarının məkanı Qazax. Bura Qazaxdır oğlum. Qazax şairlər, rəssamlar, heykəltaraşlar, aşıqlar, generallar məkanıdır. Əbəs yerə demirlər ki, Qazax şairlər yurdu, aşıqlar vətənidir. Özünün dilboz atları ilə məşhur olan Qazax həm də qədim xalçaçılıq mərkəzidir. Milli musiqisi, mətbəxi, yerli xalq musiqiləri, qımqımları ilə özəl xarakter daşıyan Qazaxımız Azərbaycanın folklor mərkəzi də oldu. Bu qədim diyar hər qarşında tarix yaşayan bir məkandır həm də. Bura Qazaxdır oğlum, bura Qazaxdır. Buradan qalxıb zirvəyə Vaqifin arzuları, Vidadinin yanğısı dağda ərdi fıqarı, Osman Sarıvəllinin bənövşə misraları, Günəşdən nur çifti burada yaz vaxtı oğlum. Bax bura Qazaxdır oğlum.
أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن عليا ولي الله أشهد أن أمير المؤمنين عليا Bura Qazağımızın Şəhidlər Xiyabanı. Vətənimizin bütövlüyü uğrunda ölməz şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq Qazağın 5 milli qəhrəmanı 283 isə şəhid oğlu bax bu tarixi lövhələrdə adları əbədiləşdirilmişdir. Bu kompleksdə şəhidlərin ruhuna ehtiram əlaməti olaraq yenidən salınmış. Şəhidlər Xiyabanının digər tərəfində bizlə üzbəyüz dayanan İsrafil ağanın hamamı 19-cu əsr qədim tarixi abidələrimizdən biri. Digər tərəfdə isə Qazax Cümə məscididir. Bax bu bizim Qazağın tarixi abidələridir ki, qısaca da olsa görüntülərlə sizlərə yetiririk. İstəkli izləyicilərimiz bizimlə qalın. Zirvelere ucalanda Hüdretinden güc alanda Sözün menden öc alanda Men Tanrıma üst tuturam Men Tanrıma üst tuturam İldırımlar Mehdinin kəsərinə oxşuyur. Burada Səməd Vurğunun ölməz ruhu yaşayır. Misraları zülmətə gün işığı daşıyır. Lalə təyi çəmənlərdə ocaq-ocaqdır oğlum. Bax bura Qazaxdır oğlum. Biz indi Qazax Tarix Diyarşünaslıq Muzeyindəyik. Möhtərəm başçımızın quruculuq və abadlıq işlərinin ən gözəl nümunəsi kimi bax biz bu Diyarşünaslıq Muzeyini gördük. Bura nəzarət edən işçilərin və bu mərkəzin direktoru Gülnaz xanım özü az sonra bizi məlumatlandıracaq. Ancaq bu görüntülərin özü elə hər şeyi deyir. Yəni milli geyimlərimiz, milli aksesuarlarımız, Qazağın simvolları olan bax bu xaçalar elə bizim Diyarşünaslıq Muzeyinin bəzəyi kimi çox gözəl eynimizi və zövqümüzü açdı. Mənim bildiklərim təbii ki, muzeyin direktorunun bildiklərindən çox ola bilməz. O bilgiləri qısaca olaraq sizlərə yetirək. Qazax Tarix Diyarşünaslıq Muzeyi 1984-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sərəncamı əsasında yaradılmışdır. Toplama işlərinə yekun vurularaq 1986-cı ildə Novruz bayramı ərəfəsində açılışı olmuşdur. Muzey o zaman uyğunlaşdırılmış binada yerləşmişdi. Keçən il Prezidentimizin açılış iştirakı ilə yeni muzeyin açılışı olmuşdur. Bu muzey tam deməli bu günün tələbləri səviyyəsində qurulmuşdur, müasir standartlara uyğundur. 3 mərtəbədən ibarətdir. Birinci və ikinci mərtəbədə ekspozisiya sərgi salonu yerləşir. Ekspozisiya sərgi salonunda olan eksponatlarımız Qazax rayonunun tarixini ta qədim dövrlərdən, daş dövründən tutmuş bu günə qədər, müasir dövrümüzə qədər böyük bir tarixi dövr özündə əks etdirən maddi mədəniyyət nümunələrini sərgiləyir.
Bilirsiniz ki, rayonumuzun ərazisində 112 maddi mədəniyyət nümunəsi tarixi abidəmiz var. Bunlardan 3-ü dünya əhəmiyyətli abidələrdir. Bunlar Damcılı mağarası, Baba Dərviş və Sınıq körpüdür. Muzeyə gələn ziyarətçilərə rayonumuzun tarixi haqqında, onun mədəniyyəti haqqında, etnoqrafiyası, məişəti haqqında bu muzeydən böyük, deməli, zəngin məlumatlar veririk. Və bilirsiniz ki, muzeylər, tarixi abidələr hər bir rayonun şəxsiyyət vəsiqəsidir, milli kimliyidir. Ona görə də Ulu Öndərin belə bir sözü var idi. Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq, tanıda bilməyən xalq nələrə qadir olduğunu sübut eləyə bilməz. Ulu Öndərin dediyi kimi, başqa millətlərə kim olduğumuzu sübut eləmək üçün belə muzeylərin çox böyük əhəmiyyəti var və bizim muzey də bu əmala xidmət edir. Və hər bir muzeyə gələn şəxs öz tarixi keçmişi haqqında, zəngin mədəniyyəti haqqında, ədəbiyyatı haqqında burada məlumat alıb qayıdır. Qalxıb Avey dağından boylan qara yazıya. Bir axşırım çəkilər o dəm qara yazıya. Bircə anda sinənə yağan qar ayazıya. Elə ki köynəyindən telli saz çıxdı oğlum. Bax bura Qazaxdır, Qazaxdır oğlum. Bəli, bura Qazaxdır oğlum. Bu şeirin müəllifi Eldar Nəsiblinin yurdu qədim Şıxlı kəndindəyik. Şıxlı kəndi şıxla, şeyxlə, işıqla bağlı olduğundan bu da Qazaxın qədim kəndlərindən, qədim oymaqlarından biridir. Çox böyük şəxsiyyətlər yetirmiş bir el, obadır, bir ulusdur. Əlağa Şıxlinski kimi top Allahını yetirən bir diyardır. Bura Osman Sərvəlinin, bura Mehdi Hüseynin, bura İsmail Şıxlının, bura Dərya Məhəmmədin, bura Molla Vəli Vidadinin uyduğu bir torpaqdır. Şıxlı obası, Şıxlı eli doğrudan da qədim türk tayfalarının, Qıpçaqların 12-ci əsrlərdə ərəblərə və Səlcuqlara qarşı döyüşdüyü bir məqamların izlərinin yaşatdığı bir məkandır. Tarixi araşdırmaçılar belə deyirlər ki, 13-cü əsrdə Monqolların, 14-cü əsrdə Əmir Teymurun, 15-ci əsrdə Ağqoyunlular hökmdarı Uzun Həsənin Gürcüstana hücumlarının məhz yolu bax bu kəndin, bu elin, obanın, bu ulusun içindən keçmişdir. Və bu qədim diyar bir yol kənarında, yol üstü yerləşdiyinə görə 18-ci əsrdə Ağa Məhəmməd Şah Qacarın Tiflisə yürüşlərinin ayaq izləri məhz bu qədim diyarda görünür və arxeoloji
müşahidələr zamanı araşdırılıbdır. Qədim qayım torpağın izləridir ki, bugün elə qısaca da olsa sizlərə yetiririk. Elə bura Qazaxdır oğlum. Bura bizim böyük şairimiz Molla Pənah Vaqifin tərənnüm elədiyi Kür qırağının əcəb seyrəngahı var. Yaşılbaş sonası haqq yoxdur. Həmin Kür çayının kənarında Gəmi Qaya dağından üzbə-üzdə bax bu kadrları sizlərə yetiririk. Dəyərli izləyicilərimiz, bura Qazaxdır. Bura Qazaxdır oğlum. Əyil torpağından öpana yurdum şıxlının, arzusu müqəddəsi ürəyi işıqlının. Əsrin müqar heykəli bax İsmail işıqlının. Mərdlik üstə qurulub kişilik taxtı oğlum, bax bura Qazaxdır oğlum. İgidlərin köksü ilə qorunur bəndi bərəsi. Koroğlunu andırır hər oğlun nərəsi. Düşmənlərə məzardır qədim incə dərəsi. Dostların da yolunda bir şam çıraqdır oğlum. Bura Qazaxdır oğlum, bura Qazaxdır oğlum. Bəli, düşmənlərə məzardır qədim incə dərəsi. Bura incə dərəsidir. Bura Qazaxdır oğlum. Bildiyimiz kimi Qazax rayonu Kiçik Qafqaz dağ silsiləsinin yamaçlarından başlayaraq Kür çayı boyunca uzanan və şimal-qərbdən Gürcüstanla, cənub-qərbdən isə Ermənistanla həmsərhəd olan bir dağlıq ərazidir. Və bu da hər kəsə məlumdur ki, Qazaxın 7 kəndi işğalda, 5 kəndi isə düşmənin atəşlərinə məruz qalan kəndlərdir. Həmin kəndlərdən biri də qədim qayım İncə dərəsidir. İncə dərəsinin adından bir incə gülü havası da yaranıb. Düz 5 il öncə həmin havanın istisinə yığışıb, həmin havanın adından boy götürüb, boylanıb İncə dərəsindən İncə gülü saz-söz şöləninə də buradan start verib, məmləkətin bütün güşələrinə qədər gedib çıxdıq. Bu ilki törənimizə doğma Qazaxımız ev sahibliyi edir. Bəli, bura Qazaxdır oğlum, bura Qazaxın İncə dərəsi. Bir aşığımız isə əl pərdədə, saz sinədə bir havacatı ilə elə bu dağların qoynunda bədahətən hansı havası gəlir, burada sizlərə yetirək. Aşıq Hüseyn, buyurun görüm nə havası gəlir bax bu dağların qoynunda. Dağ başını çan alanda zirvəsini görəmir
görəmirəm, görəmirəm, abalalayım. Ata ilə duman qalxır, ata ilə duman qalxır, yol dini biləmir, biləmirəm, layla layla, abalalayım. Ay maşallah. Bax beləcə Dübeyt havası ilə bu dağların qoynundan ayrılıb yolçu yolda gərək deyib davam edirik. Bura Qazaxdır oğlum. Bax bura Qazaxdır oğlum. A belə nə olaydı gəzə gəzə, yaldan eləyib çıxam düzə, çıxam düzə, çıxam düzə. Tahtı sayat yola gizəm, həsrət qalıyıb güləmir, güləmirəm, aman aman balalar. Qazaxın rəmzi sayılan Göyəzən dağı nadir geoloji təbiət abidəsi kimi vulkan püskürməsindən yaranmışdır. Göyəzən təkdir, heç bir dağa bitişik deyil və söykənəcəyi yoxdur. Ətəyində iri və qədim yaşayış yerlərinin 7 bürclü qalanın qalıqları görünür. Qədimlərdə, bayramlarda və düşmən təhlükəsi olanda bu dağın zirvəsində tonqal qalanarmış. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər də var. Ən inandırıcısı göylərə baş vuran göy əzən yozmasıdır. Təsadüfi deyil ki, böyük şairimiz Səməd Vurğun da Göyəzəni məhz belə tərənnüm etmişdir. Göylərə baş çəkir Göyəzən dağı, axşam açıq olur ayın qabağı. Bir vaxtlar bu şeiri eşidəndə Mirzə İbrahimov da elə sanmışdı ki, Göyəzən doğrudan da ən uca bir zirvədir. Səməd Vurğun o zaman Mirzə İbrahimova mənim böyüklüyüm ondadır ki, təpəni dağ kimi tərənnüm etmişəm, sən dağı təpə kimi kiçildənlərdən qorx demişdir. Səməd Vurğun. Bağ saçlı tarixin yaş daşıdı Göyəzən. Bu dağlar dünyasının daş qaşıdı Göyəzən. Şəhid məzarına baş daşıdı Göyəzən. Bu torpağı duymayan kördür, yazıqdır oğlum. Bax bura Qazaxdır oğlum. Bəli, bura göylərə baş çəkən Göyəzən dağı, bura Qazaxdır. Bura Qazaxdır yavrum. Qədim qalalar, məbədlər, tarixi abidələr diyarı Qazax günbəgün simasını dəyişərək öz gözəlliyi və müasirliyi ilə də göz oxşar. Bütün bu gördüklərimiz Qazax rayon icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun abadlıq və quruculuq işlərinə verdiyi geniş vüsətin ən gözəl və görünən nümunəsidir.
Bu yurdu qarış-qarış, yaxşı gəz, yaxşı tanı. Torpaq üstə gəzəni, torpaq altda yatanı, bu torpaq ürək verib şair etdi atanı. Gülümsədi üzünə ömrün yaz vaxtı oğlum, bura Qazaxdır, Qazaxdır oğlum. Yerden ayağını ey kuş kimi yüzüp, yerden ayağını ey kuş kimi yüzüp, yay kimi dartını ey ok kimi süzüp, yay kimi dartını ey ok kimi süzüp, yana gösterini ey nizama düzüp, yana gösterini ey nizama düzüp, başalıdı yedirsen hayana ceyrana, ne güzel yaraşır muğana ceyran, muğana ceyran, muğana ceyran, muğana ceyran. Bəli, bura Qazaxdır oğlum. Qazax adı gələndə mütləq hər kəsin bildiyi, eşitdiyi bir kəlmə olur. Qazax aşıqlar diyarı, şairlər vətənidir. Yerlər, məkanlar yetirdiyi istedadları və böyük şəxsiyyətləri ilə bəllənər. Qazaxımız Səməd Vurğunun sözündə bəllənib, Dədə Ədalət kimi böyük bir ustadın sazında güllənib. Səməd Vurğun bütün zamanlarda ən böyük şairlərimizdən biridir. Səməd Vurğun bəy nəslindən olub. Əsli nəsli bəyzadə olan Səməd Vurğun Azərbaycan mənəviyyatının və aristokratiyasının bir nümunəsi olaraq bütün dövrlərdə poeziyası əzbərlənən bir şairdir. Səməd Vurğunun şeirini hər kəs əzbər bilir. Ona görə ki, Səməd Vurğun xalqın ruhunda yazıb yaradan bir şair olduğuna görə xalqın da ilk şairi olmuşdur. Bura Qazaxdır oğlum. Bura Səməd Vurğun poeziya evidir. Bəli, Səməd Vurğunun adı gələndə mütləq sazımız yada düşər. Səməd Vurğunun adı gələndə bircə bənd, bircə qatar sözümüz mütləq sazımızda havalansa yerinə düşər.
çəkdin üstümə Yenə qılıncın ay balam çəkdin üstümə Qurban yolluğum ay balım Ağala gözlərim, ağala gözlərim, ağala gözlərim Yenə cəllad ol bəy durdu qəsdimə Yenə cəllad ol bəy canan durdu qəsdimə Qələm qaş altınlarım Piyalə gözləri, piyalə gözləri Yer ceyranım, bay qadanalım Yer qadanalım Bəli, dəyərli dostlarımız, bura sazın, sözün beşiği Qazaxdır. Bura Qazaxdır oğlum, bura Qazaxdır. Salam, hər vaxtınız xeyir olsun möhtərəm qonaqlar. 2012-ci ilin elə bu ayların ərəfəsində Qazaxın qədim qaim İncədarəsindən Ulu Ozan aşıq sənətimizin möhür havalarından birinə çevrilmiş İncə Gülü havasının
səslənişi ilə boy götürüb incə dərəmizdən oymaq havalandıq, bəlləndik, gülləndik. Düz 5 ildir ki, incə gülü, saz, söz şöləni məmləkətin müxtəlif bölgələrində, axarlı-baxarlı diyarlarında bax beləcə öz təntənəsini yaşayır. İncə gülü saz söz şöləninin bu ilki 5-ci sayına bizim gözəlləşən doğma qazağımız ev sahiblik etdi. Biz ürəklə kameralarımızın qırmızı işığını, maşınlarımızın yaşıl işığını yandırıb böyük sevgilərlə doğma qazağımıza üst tutduq. Üst tutduq ki, alnı açıq, üzü ağ qazağımızı tərənnüm edə biləcəyik. Bax, bura Qazaxdır oğlum deyir. Bizə bu avatlığı yaradan Qazax mahalının başçısı cənab Rəcəb Babaşova, başda möhtərəm prezidentimiz İlham Əliyev olmaq şərti ilə dərin təşəkkürlərimizi göndəririk bütün məclis iştirakçıları adına. Sənətə, saza, sözə, istedadlı insanlara, şairlərə, aşıqlara hər zaman yollarında yaşıl işıq yandırmaq elə bizim ulu öndərimiz Heydər Əliyevdən qalmışdır. Və bu yol, bu ənənə bugün də davam edir və biz bu ənənəni yaşadan Qazax rayonunun icra hakimiyyətində çalışan bütün nümayəndələrinin hər birinə təşəkkür edirik. Bugün onlar bizimlə bahəmdir. Biz onların qayğısını, sayğısını hiss edərək bir daha hər birinə dərin təşəkkürümüzü bildiririk. Söz şöləninə biz hər zaman bir ulu ozanın, ulu aşığın səsi ilə başlanğıc vermişik. Bu il biz şölənimizə bura Qazaxdır adı ilə start verdik. Qazaxın nə qədər abadlaşan, gözəlləşən yerləri varsa bütün dünyaya ötürmək istədik. Qazax Azərbaycanın ünlü mədəniyyət mərkəzlərindən biri. Qədim diyar, dağlar, dərələr, keyvir bulaqlar, onlarla tarixi abidələr diyarı. Kür qırağının əcəb seyrəngahı, yaşılbaş sonaların oxuduğu məkan, Dədə Ədalətin sazında güllənən, Böyük Səməd Vurğunun şeirində, sözündə bəllənən diyar. Bura Qazaxdır oğlum, bura Qazaxdır oğlum. İstəyirəm, hər il başladığımız İncəgül havasının özü ilə başlayaq. İncə dərəsindən gəlmiş aşığımız Aşıq Hüsən Şəmstənoğlu İncəgül havasını sizlərə yetirsin və axarınca proqramımız davam edəcək.
çıxdım Gülşən seyrinə balam Bir gün durdum çıxdım Gülşən seyrinə balam Gördüm ki bülbüller Gülə yalvar Gülə yalvar Gülə yalvar Ben revşe boynunu yoy Büküfler gizlen eylim Ben revşe boynunu yoy Büküfler gizlen boy boy Nergiz adı şirin Dile yalvar Dile yalvar Yayla yalvar Yama yalvar Çıktım Gülşen seyrine Gördüm ki bülbüller gülə yalvarır Ben ölşə boynunu büküf Nərgizə Nərgiz özü şirin dilə yalvarır Bir yanda da yanı Xumar gözlü yar boy boy Bir yanda da yan vay Xumar gözlü yar Bağda hər çiçeğin oy Öz neşesi var Öz neşesi var Bir neçə adımda Bulaqdan kənar Lil parvatif dərin oy Lilə yalvar Hələ yalvar Neylim yalvar Yama yalvar Bir yanda dayanıb xumar gözlülər Bağda hər şeyin öz nəşəsi var Bir neçə adım da bulaqdan kənar Lilpar batıb dərin ilə yalvarır Hər otun başında var bir piyalə Yasəmən dalğındı Batır xəyala Batır xəyala Batır xəyala Mehriban çıxanda Sorğusu yala Boy boy Avdı gözün yaşı yoy Silə yalvar Silə yalvar Hələ yalvar Neynim yalvar Yaman yalvar Hər otun başında var bir piyalə Yasəmən dalğındı batıb xəyala Mehriban çıxanda sorğu suala Abıdı gözün yaşı Silə Silə yalvarır Çox sağ olun Möhtərəm prezidentimiz aşıqların əməyini həmişə dəyərləndirmiş təkcə 2016-cı ildə 7 aşıq əməkdar mədəniyyət işçisi fəxri adını vermişdir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva isə 2009-cu ildən Azərbaycan aşıqlarının yaradıcılığını dəyərləndirərək aşıq sənətimizi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmişdir. Bu, bizim aşıqlarımız üçün çox böyük bir göstəricidir
Öncəliklə bu ilki şölənimizə ev sahibliyi edən doğma Qazağımızın qısa müddətdə bu qədər abadlaşmasına və gözəlləşməsinə çalışan, bütünlüklə özünü Qazağa həsr edən cənab başçımızın müavini Gülaya xanım Həsənova bizim aramızdadır. Gəlin alqışlarınızla Gülaya xanımın ürək sözlərini alaq və başçımızın da sizə salamlarını yetirək. Alqışlarınızla. Hər birinizi xoş gördük. Hörmətli qonaqlarımız, Qazaxlılarımız, saz söz sevərlərimiz. Bugünkü tədbir Bura Qazaxdır oğlum devizindən, İncəgülü havasından, sazın sözün məkanı olan Qazaxda özünə yer alıb, Qazaxda sizlərin diqqətinizə gəlib və buradan bütün Azərbaycana Qazax salamları çatdırmaq üçün gəlib. Çox gözəl qeyd elədi. Ulu öndər mədəniyyətimizə hər zaman çox böyük diqqət yetirmiş, çox böyük qayğı göstərmiş, mədəniyyət işçilərini bu və ya digər formada hər zaman rəğbətlənməsinə, mükafatlanmasına şərait yaratmış, onları qiymətləndirmişdir. Onun siyasi kursunun davamçısı İlham Əliyev cənabları bu sahədə də çox böyük addımlar atır, mədəniyyətin inkişafı üçün çox böyük dəstək olur. Mehriban xanım hamımızın bildiyi kimi, istər muğamın UNESCO irs siyahısına salınması, Azərbaycanın qədim milli sənəti olduğunu təsdiq etdirməsi, təbii ki, bir daha Azərbaycan mədəniyyətinə olan, Azərbaycan xalqına olan çox unudulmayan bir mükafatdır, çox gözəl bir haldır. Qazağa gəldikdə mən dönmək istəyirəm Bura Qazaxdır oğlum ifadəsinə. Ulu öndər Qazağa səfəri zamanı belə bir ifadəni mən onun şahidi olan Məmməd Əfşanın dilindən eşitmişəm və o ifadələri sizlə bölüşmək istəyirəm. Dəmir yol vağzalında deyir, düşdü, bir sağa, bir sola ətrafına göz gəzdirdi və dedi ki, sizin babalarınız çox aqil insanlar olublar. Çox gözəl bir yerdə yurt tutub, yuva salıblar. Siz onlara minnətdar olmalısınız. Bunu deyərkən mən belə düşünmürəm ki, Ulu Öndər təkcə onun dağına, bağına baxdı. Xeyr, Qazaxlıların haqqında bildiklərini, tanıdığı Qazaxlıları, Səməd Vurğun kimi dahiləri, Aşıq Ədalətini, Vaqifini, Vidadisini, kimlərini tanımadığımız, bəlkə bizə gəlib çatmayan minləri göz önündən keçirərək bu fikrə gəlmişdi ki, doğrudan da belə gözəl bir yurdun, belə gözəl bir məkanın, belə bir insanların olmağı da təbiidir. Və təsadüfən deməmişdi ki, Azərbaycanın iqtisadiyyatında, mədəniyyətində və maarifində Qazaxlıların özünə məxsus yeri var, özünə məxsus hər zaman yeri olmuşdur. Bugün doğrudan da Respublikamızın 20% torpaqları işğal altındadır. Rayonumuz sərhəddir, həm Ermənistanla 168 kilometr, həm Gürcüstanla 18 kilometr. Amma bütün bunlara baxmayaraq, Qazaxlılar burada da mərdliklə, mübarizliklə dayanmış, işlərindən, güclərindən qalmamış, 7 kəndin işğal olunmasına baxmayaraq, bütün Qazaxlılara məhz Qazaxda yer tapılmış, bir dənə məcburi köçkünü kənara çıxmamış, köhnə yurt yerimiz olan Göyçədən, bugün Ermənistan hesab elədiyimiz ərazilərdən gələnlərin də böyük əksəriyyətinə öz yerində yer vermiş, şərait yaratmış, onların da burada qalması üçün əlindən gələni eləmişdi. Və yenə də dönüb, Bura Qazaxdır oğlum fikrinin müəllifi Eldar Nəsiblini düşünürəm, xatırlayıram. O Qazağın sanki bir xəritəsini verib. Çox gözəl bir ifadələrlə Qazağın kimliyini, burada kimlərin olmasını çox gözəl formada şeirlə çatdırıb. Çiçək xanım, çox sağ olun ki, siz də
sazı sözü bir yere gətirib, bugün buradan Respublikamıza Qazağın salamlarını çatdırırsınız. Var olun, hər zaman sazlı sözlü olun. Səsiniz qoy dünyanın hər yerindən gəlsin, istəməyənlər kör olsun. Və Qazağın bəxti bu son zamanlar bir də ona görə gətirdi ki, Cənab Prezident Qazağa olan sevgisini Rəcəb Babaşovun bizə icra başçısı təyin olunmasıyla göstərdi. Onun öz ifadələrinlə demək istəyirəm. Hər zaman deyir ki, Qazaxda işləmək çox hasanddır. Mən deyir, buraya gələndə mənə dedilər ki, Qazaxda işləmək sizə biraz çətin olar. Lakin mən hələ gəlməmiş, tanıdığım Qazaxlılara istinadən, bildiklərimə istinadən ərz elədim ki, yox, Qazaxda işləmək çox hasand olar. Çünki düzü deyərsən, bunu ziyalı çox rahat qəbul eləyər. Qazaxda da əksəriyyətin ziyalı olduğunu nəzərə alaraq, elə hesab eləyirəm ki, Qazaxda elə mənim işləmək üçün çox gözəl şərait olacaq. Həqiqətən də, Qazaxda görülən işlər göz qabağındadır. Qazağın girişində artıq hiss eləyirsən ki, tamam başqa bir mənzərədir. İstər şəhərə girişi, istər rayona girişi, istər qərb qapısı. Gürcüstan tərəfdən bəri keçən həqiqətən hiss eləyir ki, Azərbaycan sərhəddini adladı. Oradakı gözəlliklər də bugün bizim rayonumuza xüsusi bir əzəmət gətirir, xüsusi bir gözəllik gətirir. Cənab başçıya təbii ki, sizin hər birinizin fikrində sağollarınız var. Mən onları elə sizə baxarkən görürəm, hiss eləyirəm. Onun da sizlərə eyni yüksək səviyyədən salamları var. Onları bir daha sizə təkrar eləyirəm və tədbirinizə uğurlar arzulayıram. Sağ olun. Biz Cənab Başçının timsalında müavini Gülaya xanım Həsənovaya təşəkkürlərimizi bildiririk. Məqamdır ki, elə təşəkkürləri yetirim. Ən öncə musiqili heyətimizə alqışlarınız gəlsin. Təşəkkür eləyək. Qrup yaradan, bu dizayn üçün Gəncədən gəlmiş Kano Dizayn şirkətinə təşəkkür edirik. Dünyanın heç bir ağacı, gülü, torpağı, çiçəyi, otu, heç bir şey sahibsiz deyil. Bu qorğun da sahibləri var. Bu qorğu da nəzarətdə saxlayanlar var. Bu qorğu göz bəbəkləri kimi qoruyanlar var. Ayağa durun, xahiş edirəm. Məmməd Köxa bulağının və qorğun işçilərini alqışlayırıq. İndi keçirik sazlı sözlü məqamlarımıza. Kök üstə budağı neçədir bildim. Budaqda yarpağı neçədir bildim. Salxımı, saçağı neçədir bildim. Bu yaşıl ağacın altı bizimdir. Bu sevgi, bu layla, bu beşik bizim. Çəkər növbəmizi, bu keşik bizim. Nəyimizə lazımdır eveşik bizim. Bu yaşıl ağacın altı bizimdir. Ateş Allah'ındır, isti Allah'ın. Ocaq Allah'ındır, tüstü Allah'ın. Bu yaşıl ağacın üstü Allah'ın. Bu yaşıl ağacın altı bizimdir. Zəlim xan bu anın ləzzətini çək. Dən kimi səpələn, toxum kimi ək. Hələ bizdən sonra çoxu deyəcək. Bu yaşıl ağacın altı bizimdir. Bu yaşıl ağacın altı bizimdir. Borçaldan gəlmiş istedadlı aşığımız Ramin Qarayev buyursun. Alqışlarınızla.
Gel balam Yay oldum ay ay bir yaylaqda yay olasan Yay oldum ay ay bir yaylaqda yay olasan Narılar vay ay yanlış yalan ay ay sen yalan Keş otur balam gül karışık yorasan Kevşehime oy oy yar yoldaşın tencelen Kevşehime ay ay yar yoldaşın tencelen ay ay la balam ay 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 la gözüm aytı ay ay lan balacı ay lan balam Yay oldu mu bir yaylaqda olasan Narın narın yağış yağa çəngələ Kəş otunu gül qarışıq yolasan Kev çəkməyə yar yoldaşın təngələ Dal çakırmayaz bulaqlar vay ay buzlu hay Ya dizdirayar sana yemlik buzlu aylara Ya dizdirayar sana yemlik buzlu Köməkləmən ay ay bozatmanına balam qızımı Köməkləmən bozatmanın qızımı Baxan varmı heç qaşığa çəngələ Baxan varmı heç qaşığa çəngələ ay ay la balam ay ay la gözüm aytı ay ay lan balacı ay lan balam Dolça girmaz bulaqların buzunu Yedizdirər sana əmlik quzunu Kəm eyləmə Bozartmanın duzunu baxan varmı heç qaşığa çəngələ Gözəlin sığal çəkib telinə Gül çiçəkdən kəmər bağla belinə Yonun düş obasına elinə Kündə kəsib qonaq edər xəngələ Öyrənəsən ovçuluğun çəmini Ürküdəsən kəhliklərin cəmini Unustura bu dünyanın qəmini Gecələrin gündüzündən şən gələ
görəyen göz gedər mi? Yaylalar aşık görəyen göz gedər mi? Her taraftan dağ havasına balam kokuyor. Bel şekil yazdır şehirleri dincele. Nazlı şehirlidir şehirleri. Dincelayla yayla balamayla yayla göz mayta yaylan balaca yaylan balam. Bel şekil yazdır şehirleri. Hardasan, mənə hay ver. Nəfəsini duyum mən. Bir sevdanın acıyan nəfəsimlə doyum mən. Nəyə büküm bu dərdi, məni külə döndərdi. Kür uşaqdan betərdi, canı hara qoyum mən. Yaş yanaqda gül olur, söz dodaqda kül olur. Hər gecəm bir il olur. Bir layla de uyum mən, bir layla de uyum mən. Avazı, nəfəsi, oxları hər biri ana laylası tək. İliyə qana hopan Təranə xanım Gədəbəyli və onun sənət yoldaşı, ömür gün yoldaşı Rasim Qayıbov buyursun. Elə mənə zinəmay sənə yol gedər sənə dağlar ay başı dumanlı dağlar ay elə tutaydım ay vəfalı yar əlində çıxaydım ey sənə dağlar
Dağdam ay Dağdam ay El kaçıp Dağdan Ele mecnun ay hayallı köllü Leylisi de dağdan var Bağda Sulunam Balamay Sendendir kileyim Ana tebiye Zavallı bahçeme Barınıya gelmiş Değiller ağlayanlar Güler nahaya Benim de Hoş gülüyem Barınıya gelmiş Gönlüm yazılmadı Gönlüm yazılmadı Merhametiyle Gah gemleyen Uyuduyum Gah hasretiyle Şeref bu yazık Bu kısmetiyle Kendine başmaya Darlıya gelmir ama Yarım aman
stüdiya və onu gözəl müşayiət edən Rasim Qayıbova alqışlarımız gəlsin. Təşəkkür edək. Və Təranə xanım Gədəvəlinin bax bu ünvanladığı sözlərin müəllifi Oktay Xəlloğlu'nun anası Səba ana. Bütün aşıqların və şairlərin anası. Ayağa durun, xahiş edirəm Səba ana. Təranə xanım məxsusi olaraq bu ifanı ona görə seçdi və İncə Dərəsindən analarımız ona görə gəlib ki, belə gözəl ifaları dinləsinlər. Növbəti ifanım Qazağımızın saz sənətini, saz dəyərini, söz qüdrətini çiynində şərəflə daşıyan, oturub durmaqda ərkanın bilən Aşıqavdı Musayev yetirəcək. Göydağ gülmür sən gedəli, baxır pərişan-pərişan, ətəyində çiçəkləri qoxur pərişan-pərişan. Aşıqavdı üzücəyə Aşıqavdı üzücəyə Yetmir fəryadı fələyə Layla layla körpə layla Ya bala layla Okur peri, şam peri, şana ceyra
materlayanı. Aşıq avdı üzü göyə, yetmir fəryadı fələyə. Hanı Calal deyə oxur pərişan pərişan. Ay bana gəlib qəmi ki uzlaşırdı. Bu qəmi ki uzlaşırdı Məmmədi qar. Məmmədi qar özlaşırdı Ceyranım atarlanım qadağalım. İnce çayı göz yaşıdır lay la la lay la lay la. İnce çayı göz yaşıdır ahır peri şam peri şana ceyranım atarlanım. İnce çayı göz yaşıdır, axır pərişan pərişan. Həm də ince çayı oxuyur pərişan pərişan. Bir nəğməli bülbülümüzün avazında. Qazağımızın və Ağstafamızın dəyərli nəğməli bülbülü bizim fəxrimiz Eldar Ələkbərov buyursun. Alqışlarınızla. Başına mən dolanım, harda qalmış hayal. Başına mən dolanım, harda qalmış hayal. İntizar gözümü yolda koymuşsan. İntizar gözümü yolda koymuşsan. Belə məlum olur ki məndən doymuşsan. Ay, belə məlum olur ki məndən doymuşsan. Getdi yan, getdi yan, aldattı beni. Yarımın həsrəti saralttı benim. Getdi yan, gəlmədi
saralttı beni sevirəm Tbilisi genç yaşlarımla birden o yerlere getirin beni Seherler aşırıyım sen andağından Ətirli güller içinde itirin beni Göy otuyun üstünde kesin kuzunu Göy otun üstünde kesin kuzunu Kebap sulanmamış tökün tuzunu Qaxır çaxırıyla kel boynuzunu Qaxır çaxırıyla kel boynuzunu Doldurup bir hale getirin beni gelemem Kürüm dört tarafı bahçanı bir ban Her evde eyvanda yanır çırak Sevirem Tbilisi sevirem ancak Ölende Kazak'ta götürün beni Koymadım ömrüme bir leşe konayım Koymadım ömrüme bir leşe konayım Ömür dedikler yetişti sonaya Bu sözler Semet'ten kaldı nişana Okuyan tez ya da getirin beni gelemem
Anam Qazaq bir qafiyən uzaqdır. Anam Qazaq bir qafiyən uzaqdır. Yaxın olsun nə qafiyə gəzim ki. Qələm əldə, dil ağızda titrir. Allah kəssin sənətdir mi bizimki? Anam Qazaq, sən anamdan əzəlsən. Əl uzatsam ətəyinə yüzəlsən. Necə deyim gözəllərdən gözəlsən, səndən gözəl görüb ki gözüm ki. Səni deyib, səndən uman sənindir. Səni deyib, səndən uman sənindir. Qəlbə işıq, haqqa güman sənindir. Yaxşı yaman nə yazmışam sənindir. Şirəsini səndən alıb sözüm ki. Varsan, üzü ağ gəzirəm dünyada. Səndən uca dağ gəzirəm dünyada. Baxma belə şah gəzirəm dünyada. Hüzurunda qatlanacaq dizim ki. Anam Qazaq adın düşsə dilimdən, Məmməd İlqar qurtulmasın zülümdən. Zulüm dərdlər, zulüm çəkir əlimdən. Canımda var sən verdiyin dözüm ki. Canımda var sən verdiyin dözüm ki. Allah Məmməd İlqara can sağlığı versin. Sizlərlə bu ahem inşallah.